Hamınıza tekrardan salam dostlarım. Bugün sizlerle beraber ne varı yepyeni bir ayar, yani öz ayarınızı düzeltirsiniz de burada, yani full kafa atabileceğiniz ayar düzeltirsiniz özünüze. Bugün ayar hakkında danışacağım. İsteyen baksın, isteyen bakmasın. Baxanlar abone olsun ki yoxuş ayarlar yatma, belə çox süper panellerde var. Süper paneller var. Dediğim gibi çok ayarlar. Birinci ayarlardan ayarlar nədir, necə kullanılır, nədir məsələn qırmızı nöqtə. Deməli, birinci hamımız bu nədir? Gəlin, bu anda baxacağıq. Bu nədir? Ən aşağıdan. Sərbəst kamera. Sərbəst kamera iki eləsək. Bu göz var, göz. Bu gözün fırlanması. Yəni bu sürətsiz ayaqlı yoxdur. Bunun sürəsi yoxdur. Bu gözün sürəsi. Bu arada gözü. Sadece buranın grafları var. Ona göre bunu %1 daha yaptım. Öz ayarınızı da yapıyorsunuz. Mənim ayarımı istəyirsiniz. Gitməsin mənim ayarım. Baxın bu bədən yapıyorsunuz. Çünki genel yok. Deməli, Söz tribünün abunəni başka sensörlər olur ha, onlar. Babam surəti, babam. Bunlar AVM istəyəndə bunları anlayırlar. Ona göre bunu 110-111 falan deyin de yani. Sonra burada 4x. 4x nedir? O 2x. 4x nedir? 4x. 4x mesela üçün bunlarda olur. Burada AK'de de olur. 2x olur. 4x alın bunu. X var. Aha. Daha bu. 4x'ın surəti. Gəlin bunu bir çizim. Şeydi, 4x budur. 4x oynuyorsa 4x'ini ben açmıram. Ona göre de bu da yüzde kalsın, daha yaxşıdır. 2x da eyni şekilleri, yani 2x da 4x çıxardı. 4x çıxardı. Bunu da için bakalım. Yani dediğim gibi sonra kırmızı nokta. Kırmızı nokta nerede? 200 lira. Kırmızı nokta budur. Bu 2x olmamış. Bildiniz de kırmızı nokta. Kırmızı noktada o 2x 4x olmayan da bu işliyor, kırmızı noktası. Bunu yukarı kaldırmadı. Bu da %70'de kalsa yaxşıdır. En esasına geldi. En esaslarından biri. Bu ekranın fırlanmasına bakın. Fırlanmasına geldi. Hem de kaldırması. Kaldırmasına geldi. Biz bunun nesili. Mesela 20 eləyərsiniz, 30 eləyərsiniz, belə oynayırsınız. Bu kapı gedirlər, belə rahat oynayabilirsiniz. Hansında rahat oynayabilirsiniz? Mesela mən 60 eləyəm, 80 eləyəm, belə gedeyim.
RAM yoxdur. Oynayışa bax. Şimdi bunlar botdur, Serkan. Serkanın botları da vuranda nə olur ya. Dostlar, mesela mən də 81-də qaşa qapı gedib, 120-də qaşa qapı gedib. Ayar bozuldu. Ayar bozuldu. Siz qaldırmaq gücünüzə oynarsınız. Bak, mesela mən 200-də, 160-da, 180-də, 200-də mən özümüzdə, yoxsa da qaba gedəcək. Gördüyünüz kimi, mesela mən 200 alırım, yəni 200-də məndə yaxşı gedir. Həm də əsas ateşlidir, olar. Əsas ateşlidir. Ateş tuşuna gələk, videoyu səbirlə qardaşım. Ateş tuşuna gələk dostlar. 30 dəqiqəmiz qəşən. Ateş tuşu neçə olmalı? Telefonunuz böyüdüsə, RAM-ı böyüdüsə, bunu baladır. Amma telefonunuz çox böyük, baladırsa, məsələn, J2-zatsa, bunu 70 yaşda 50 satana qədər də yəni. Mən bunu 47-də zatda kullanıram. Və bunu elə bir yerə qoymalısınız ki, məsələn, bundan bura qoydum. Və yoxlamalısınız ki, getməsə başqa yerə qoyuyorum. Getməsə başqa yerə qoyuyorum. Gördüyünüz kimi belə yaxşı kapı gelir. Yəni, bunu əvvələ mən elə bildim dönüşdü, amma sən demə qırağa baxmaq. Mən buna qəşək edit eləmək olar, mən bundan edit eləyəcəm. Bu arada şortlarımız qəşəyiz, yəni videolarımız xeyr. Abonelərimiz də şortdan gəlir. Mən istəyirəm ki, şeydən gəlsin, YouTube'dan gəlsin, yəni videodan gəlsin. Və videonu paylaşıb, bəyəni layıq, abunəyə sizdir də, qardaşım, sərgüvən. Deməli, sonra hamı girsin Free Fire'dadsa. Orada mənim paltarımı gördünüz. Paltarımdan alsın, çox superdir. SNS'in paltarına oxşuyur. Çox superdim. Yəni kombinlə ayarladım. Bir bunu, bir də hangisi? Bir bunu. Ya hansını sırasıymış da Free Fire. Bu. Bu da superdir yəni. Elmaslı paltar sırasına girer ama elmassızdır yani. Bu yaxşı olmasa da yaxşıdır. Belə kombin superdir. Bu şalvarı çox mələk paltarına çevirirəm, ona görədir. Bu arada altınları toplayın. Deyirlər altın çarxı gələcək. Altınları toplayın. Qəşəng çarx gəlir də qardaşım. Deyirlər ola bilər %50-50 da, yəni ya gələcək ya gəlməyəcək. Yani dediğim kimi sağ olun, salamat kalın. Bugünlük ayarımız bu kadar idi. Abone olup like atmayı unutmayın. Telegram kanalımız da var, YouTube kanalımız da var, TikTok kanalımız da var, WhatsApp kanalı, her kanalımız var da qardaş, gir abone ol da. Bu arada bir şey de göstereyim. Kafa atmağa yaxşı kömək eləyir. Bunu standarda çəkin. Mən akıcıda oynayıram, küçük telefon çoxdan olur. Bəzi yerlərə çəkin. Bunu da FPS-də yüksək eləyir. FPS yüksək eləyir, yəni kafa atacaq. Amma telefonunuz zəifdirsə akıcıda yeni davam eləyin. Amma FPS həmişə yüksək olsun. Bir dəqiqədə video çəkin. Video çəkən kimi gəlirlər hamısı burada. Neyse, sağ olun, salamat kalın. İnşallah kanalımız böyüyər. Mən də daha böyük videolar çəkərəm. Yəni video çəkməyi də planlayıram, amma vaxtım olmur da, arada bir çəkirim. Çünki dəstək də olmur. Yəni dəstək qalxmır. Mən də istəyirəm böyük kanallardan olum, amma Free Fire mən başlayanda az kanal var idi, Free Fire kanalı. Amma indi hər yerdə Free Fire kanalı var. Ona görə də çətinlik olur. Yəni siz başqa kanallara baxırsınız, amma mənə baxmağa nətər deyim? Mənim abunəyim, izləyicim azdır deyə baxamır. Nətər deyim, dəstək azdır. Bu da belə bir video idi. İnşallah bu video partlayar və hər kəs izləyər. Görək də. Sağ olun, salamat qalın. Sizə Allaha əmanət edirəm. Sağ olun, salamat qalın.